Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Mən öləndən sonra heç kim mənə yas saxlamasın, qəbir üstümə gəlməsin. Kim məni istəyirsə oturub Allaha dua etsin ki, onun günahını bağışla. 2 rükət də namaz qılsın. Bu sözləri meyxanaçı Ağa Mirzə Məmmədov rəngarəng verilişində deyib, ifaçı vəsiyyətini açıqlayıb. O bildirib ki, yasına və dəfn mərasiminə insanların gəlməsini istəmir. Meyxanaçı xanımından da danışıb. Birinci mən dünyamı dəyişim. Xanıma o qədər əziyyət vermişik ki, o qədər əziyyətimizi çəkib, hörmətimizi saxlayıb ki, mən ölüm, xanım yaşasın. Ölüm mənim üçün xoşbəxtlikdir. Xoşbəxt olmaq istəyirsənsə ölməlisən. Xoşbəxt olmaq istəyirsənsə birinci addım ölümdür.